xəbərlər indicə Müdafiə Nazirliyi rəsmi olaraq məlumat yayıb. Azərbaycan və Ermənistan sərhədində şiddətli döyüşlər getdiyi bildirilir. Ermənistan tərəfinin xeyli sayda ölü və yaralı verdiyi bildirilir. Əziz izləyicilər, verdiyimiz məlumatları daha çox insana çatdırmaq üçün videonu bəyənməyinizi xahiş edirik. Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edib. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı geniş miqyaslı təxribatlarını davam etdirir. Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimizin istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açmağa davam edir. Aldığımız məlumata görə hal-hazırda Qızıltepe adlanan yerdə şiddətli döyüşlər gedir. Ermənistan mediasının yaydığı məlumata görə azərbaycanlılar 6 erməni əskərini əsir götürüblər. Hadisə yerində olan rus jurnalistlər bildirir ki, Azərbaycan ordusunda canlı qüvvələr, zirehli transportyorlar və piyadaların döyüş maşınları ilə döyüşə cəlb olunub. Hücumun əvvəldən yaxşı planlandığı görünür. İrəliləmə cəhdləri yaxşı təşkil edilmiş minaatan atəşi ilə dəstəklənir. Azərbaycan ordusu İrəvan-Qorus yoluna çatmağı məqsəd qoyub. Aldığımız son rəsmi məlumata görə Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır. Hazırda döyüş əməliyyatları davam edir. Astara və Leyik dağlarına yığılan bu bal min bir dərdin dərmanıdır. Arıçı daşqının 100% səvi balını əldə etmək üçün ekrandakı nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.